Ananın yerin heç nə verə bilməz. Heç bir sərvət ananın yerin doldura bilməz. Fərq eləmir hansı yaşda olursan ol, yenə də adamın anaya ehtiyacı var. Onun məsləhətinə, sevgisinə, onun duasına. İmam Səccad əleyhissalam buyurur, ananın sənin boynundakı haqqı budur ki, o bir müddət səni özü ilə daşıdı. 1 kiloqram bir şeyi insan bir yerə qədər daşıyır, yorulur. Amma 9 ay səni öz bətnində daşıdı. Heç kim bunu səni eləyə bilməz. Öz canının şirəsindən səni qidalandırdı. Heç kəs sənə bunu eləyə bilməz. Vücudu bərəkətdir, cənnətdir. Ona görə Allah müteal buyurur, və bil valideyni ihsanən. Valideynlərə yaxşılıq etsinlər. Onun rahatlığı üçün xeyirli bir iş görsən, onun firavanlığı üçün yaxşı bir əməlləsin, nə qədər valideynin rahat olsa bu dünyada, Allah axirətvi də rahat eləyər səni.